Dəriniz qışda bu cür quruyursa, evdə çarəsi nədir? Qışda bədən dərisinin quruması əslində normal bir haldır. Səbəbi çöldə soyuq hava, evdə isti otaqlar, isti duş qəbul etmək və az su içməkdir. Bundan başqa dərimizi sabunla yumaq və yaxşı nəmləndirməmək də bu cür görüntülər formalaşdıra bilir. Əgər siz də qış aylarında dərinizi dərindən nəmləndirərək bərpa edən baxım vasitəsi axtarırsınızsa, sizə Ivraşe markasının Reparation seriyasını tövsiyə edirəm. Reparation seriyasına bədən südü, yağ və skrab daxildir. Ivraşe məhsulları bilirsiniz ki, bitkilərdən hazırlanır. Reparation seriyasının tərkibində də dərimiz üçün faydalı müxtəlif bitkilər var. Məsələn, seriyaya daxil olan skrabın tərkibində karite bitkisinin hissəcikləri və yağı var. Bu bədən skrabı dəridəki ölü hüceyrələri zərif şəkildə təmizləyir, dərini daha hamar və yumşaq edir. Tərkibi şi bitkisinin yağı və gülünbahar bitkisi ilə zənginləşdirilmiş qidalandırıcı bədən südü və yağı isə dərinizdəki quruluq hissini aradan qaldırır. Dərini dərindən nəmləndirir, qidalandırır, dəri baryerini bərpa edərək daha hamar bir görünüş bəxş edir. İstifadə qaydası isə duş zamanı skrabı həftədə bir dəfə, süd və yağı isə gündəlik istifadə edə bilərsiniz. Ivraşe markasının Reparation seriyasını Ivraşe'nin bütün filiallarından, həmçinin Ivraşe az saytından əldə edə bilərsiniz.